Əla, belə davam edək biz onda yoldaşlar. Yəqin ki, qayıtdınız. Əla. Terminal lazım deyil bizə. Əşə. Əla, deməli biz faktorial üzərindən nümunəyə baxdıq. Kodu force olan, yoxsa? Keçdi, accept oldu? Hə, fısım əla. Accept oldusa əla. Əla. Demək, faktorialı yazdıq, hesabladıq. İndi baxaq biz nəyə. Məsəl üçün, maraqlı bir şey var. Mən ekranı paylaşdım da, ümid edirəm. Paylaşmamışam. Okey. Əla. Deməli bizim bildiyimiz ədədin qüvvətinin tapılmağı var. Yəni A üstü n, n-in tapılmağı. Bunun faktorialına daha belə tez versiyası var. Bir də adi faktorial qaydası var. Yəni mən üçün göstərəcəm sizə. Adi faktorialla yazırıq long. Elə faktorial nə idi? Rekursiya. Qüvvət qoyuruq adını rekursiya funksiyamızın. Və içinə də long tipində bir dənə A ötürürük, bir dənə də int n ötürürük. Necə? Bunu hardan bildin oyan olduğunu? Bir sonu. Əla. Hə. If əgər təbii ki baza halımız bu olacaq. N bərabərdirsə 0-a ədədin qüvvəti olur 1. Yəni return 1 qaytarır. Əks halda nə olur? A vurulsun. Qüvvət A və n-1. Yəni üstü n-1-də qüvvəti hesablayan nə olur? Baxın, qüvvət belədir də. Yəni A üstü n bərabərdir. A vurulsun. A üstü n-1. Yəni bu da bərabərdir, nə bilim, A vurulsun, A üstü n-2. Yəni belə gedir də qüvvət. Yəni faktorialla ədədin qüvvətini hesablama üsulu budur. İndi burada mən bir dənə də rekursiya yazıram. Long tipində. Adını qoyuram sürətli qüvvət. Yenə də eyni parametri ötürürük. Long A və int tipində n. Əla. İndi burada yenə baza halı təbii ki, hər ikisi eyni bir ifadəni xarakterizə eləyir deyə baza halı olur eyni. İndi burada nə verirəm? Ədədin özünün yox. Burada bir dənə long yarı adlı bir dəyişən təyin edirəm və yarı ilə ədədin yarısının qüvvətini tapırıq. Yəni bir dəfə tez qüvvət A n/2. Sürətli qüvvətdir. Cavabın adı onda tez qüvvət. Fərqi yoxdur əslində, sürətli qüvvət, okey. Sürətli qüvvət. Ədədimiz 3-dür. Üstü 3/4-ü hesablamalıyıq. Düzmü? 3/4-ün qiyməti neçədir? 81.
Burada hesablayanda adi qayda ilə 3 üstü 3 vurulsun 3-ün kubu, sonra 9 vurulsun 3-ün kvadratı, sonra 27 vurulsun 3, 81 deyə hesablayır. Burada nə baş verir indi? Baxın. Bax 3 daxil elədim. Yaxşı, gəlin proqramı tam yazaq, ondan sonra xarakterizə eləyək. Bizim yazdığımız rekursiyanı başa düşməyə çalışaq. Long yarı sürətli qüvvət A n bölü 2. Yazıram if əgər n faiz 2 bərabərdirsə 0-a, yəni ədədimizin üstü tam qüvvəti cütdürsə, onda necə qaytarsın bizə? Returun yarı vurulsun yarı. Düzmü? Əks halda bizə nə cavab qaytarsın? Returun yarı vurulsun A. Əla. İndi gəlin. Ədədimiz 3-dür, düzmü? Düz. Burada nə olacaq? Sürətli qüvvət 3/4-ü tapmalıyıq. Sürətli qüvvətlə 3/2-ni tapacaq. Düz. Yəni 3 bölünsün 4 bölü 2-dir də bura. 3/2 elədi 9. Gələcək buradan əgər 4 cütsə 9 vurulsun 9. Cavab olacaq 81. Düz işlədi. Ədədin üstünün üstü kimi götürürük. Məsələn bax. 10 üstü 3 üstü 100 3 üstü 100. Üstü mən nə yazım? 3 üstü 100. Düzmü? Bərabərdir nəyə? 3 üstü 50. Onun da üstü 2. Yəni mən 3 üstü 100-ü tapmaq üçün 3-ü 100 dəfə öz-özünə vurmaqdansa 3 üstü 50-ni taparam, sonra 3 üstü 50-ni 3 üstü 50-yə vuraram da. Düz. Bu məntiqdə onunla işləyir. Yox, əgər 101 olsa, bu olur 3 üstü 50 üstü 2, yəni 3 üstü 100 vurulsun 3. Bu da yarı vurulsun A, bu oradan gəlir. Deməli, burada 3 üstü n-dirsə, n dəfə dövr gedəcək. Düzmü? Burada isə n bölü 2 dəfə gedəcək. Bu da təxmini log n-ə gedir. Proqramın ümumi sürəti olur o log n. Burada olur o log n. Böyük o log n. Burada isə olur o n. Yəni baxın, qüvvəti tapmağın belə daha rahat üsulları var. Təbii ki, bu riyazi bir üsuldur. Yəni riyazi olaraq bunu biz bilirik. Yəni riyazi olaraq bunu bilsək, proqramalar tətbiq edirik. Yəni qüvvətin tapılmağını rekursiya ilə 2 dənə üsulu mən yazdım burada, qəşəng belə. Əla. İndi bu qüvvətidir. Nəsə, elə rekursivləri yaradıram, qalsın burada heç. Yəni yenisini eləmirəm. Gəlin Fibonacci. Fibonacci ədədləri bilirsən nədir? 1-1-dirsə, sonraki 1-2. Yəni özündən əvvəl 2-dir. Toplayır, özündən əvvəl 2 ədədi toplayır. Yes, özündən əvvəlki 2 dənə ədədi toplayır, olur o. Məsələn 1, 1, 2, 3, 5, 8, nə bilim 13, 21, 44 belə davam edir. 34 daha doğrusu. Gəlin indi biz bu Fibonacci-nin sadə həllini yazaq. Sonra isə bizim olimpiyadada yazıb səhv elədiyimiz sadə həlli yazaq, keçməyən sadə həllimizi yazaq. Sonra da mən olimpiyadada məsələnin düzgün, əslində keçmir deyil, olimpiyadadır, deməli iştirak edirik biz orada. Bəs Fibonacci məsələsi var, onu həll etməliyik. Təbii ki, Fibonacci məsələsi görən kimi ilk ağla gələn rekursiyadır, təbii ki. Yanından onlar rekursiya gəlir. Rekursiya ilə yazılıb göndərdik məsələmiz 91% keçir təxmini. 91% keçirik məsələ. Yəni 9% keçmir. 9% təxmini 2 dənə testidir, yəni. Mən 100 neçə testdən 2 dənə testidir. 100 testimi nəyə də 101 testidir deyəsən. Məsələmiz keçmirdi. Niyə bizim yazdığımız həll yaxşı həll deyildi, düzgün həll idi, yaxşı deyildi. Sonra mən orada araşdırdım, sonra mən həll elədim məsələn düzdür. Tapdım ki, məsələ buna görə keçmirmiş və
Tapdıq ki, hə, belə olmalıymış. Gəlin Fibonacci-niyə baxaq. Fibonacci rekursiya ilə tapılması Fibonacci-nin. Bax bir dənə. Long tipində funksiya elan eləyirəm. Adını qoyum elə fib. Yəni Fibonacci-nin fibi. Daxilə də bir dənə int tipindən n göndərirəm. Heç böyük bir şey olmasın. Yenə if əgər n kiçik bərabərdirsə 1-dən yazıram. Yəni 1-ə bərabər halı Fibonacci-nin ən kiçik halıdır. Bayaq dediyim ki, kiçik bərabər yazırıq. Onu biz faktorialda da yazmışdıq. Return nə qaytaracaq? 1-də. Fibonacci-də. N-in 1 qaytarar. 1 ilə 1, 2 qaytarar. İlk 2 ədəd 1 qaytarar. Aha. Hesablayanda növbətlərdə də 2 olur. Burada biz 1-dən başlayırıq, 0-dan başlayırıq. Bax, Fibonacci tapmaq üçün ədədlərimiz nə olur? Yəni biz n-i tapmaq üçün nəyi bilməliyik? Ondan əvvəl ilk 2 dənə bilməliyik. Yes. n bərabərdir. n-1 üstəgəl n-2. Onda belə biz yazaq da bunu. Burada. Deməli biz n-i heç vaxt görmürük axı. n-1-i görürük, n-2-ni görürük. N-də bizə return onda burada n qaytaraq. Burada da qaytaraq return Fibonacci n-1 üstə gəlinsin Fibonacci n-2. Bunu belə yaza bilərik. If əgər n Hədə yes. Niyə n qaytarırıq? Baxın Fibonacci 0-cı ədədi. Fibonacci 0-dır. Fibonacci 1-dir. Yəni 0-da 0 qaytarır, 1-də 1 qaytarır. Düz. Əks halda da qalan başqalarında n-1 üstəgəl n-2 qaytarır. Yəni bu proqramımız nədir? n 0 olanda 0 qaytarsın, 1 olanda 1 qaytarsın. Əks halda da n-1 üstəgəl n-2 qaytarsın. Başa düşdü? Yəni bura 2 dənə if yazmaqdan bunu yazsın da təhsil. If n bərabərdir 0 olanda 0 qaytarsın, n bərabər 1 olanda 1 qaytarsın. 2 dənə ifdir ayrı-ayrı. Mən bunu buraxmayacağım avtomatik. N 1-dən kiçik bərabərdir yazdım, n-in özünü qaytarsın. Çünki o 0-da 0 qaytarır, 1-də 1 qaytarır. Yəni fərqli eləmədim. Sadəcə kodumu qısaltdım mən özüm üçün. Yəni özümlə kodumu qısaltdım sadəcə. Əla. İndi burada deməli bu Fibonacci işləyəcək. Məsələn Fibonacci mən bura bir dənə deməli bu nədir? Long-dur ki, öncə cout yazmalıyam. Cout Fibonacci nə bilim 10 yazsam, 10. Yəni 10-cu Fibonacci ədədini tapacaq böyük ehtimal bu proqram. 55 tapdı. Okey, return. Bunun warning imiş. Hə, nəysə. Amma bu dəhşət yavaş işləyir. Niyə? Çünki baxın mən bir ədədin Fibonacci-sini tapmaq üçün mən əvvəlki 2 dənəni tapıram. Baxın bir funksiyanın içində 2 dənə də gəlib Fibonacci işlədirəm. Ta ki 10 olanda bax 10-cu halda yerində 2 dənə işləyəcək. 9-da yenə əlavə 2 dənə gələcək. Yəni get-gedə ağac kimi böyüyür bu. Axırda nə bilim 20-30 dənə funksiya olacaq. Yəni bir dənə 10-cu Fibonacci ədədini tapmaq üçün, yəni 20-30 dənə funksiya işlətmək rekursiv olaraq bir-birinin içində. Yəni görün bu nədir ki? Yəni bu 91% keçibsə çox yaxşıdır bizim proqramda. Necə bunu edə bilərik? Necə yaxşılaşdıra bilərik? Necə yaxşılaşdıra bilərik? Yes. Qəşəng. Necə saxlaya bilərik biz bunu?
Bir dənə qlobal bir dənə vektor elan edərik. Vektor tipi long olsun da, çünki funksiyamızın üstü longdur. Long tipindən bir dənə vek yaradaram. Həfsomda buna onsuz burada vek yaradaram. Gələrəm indi Fibonacci nə dəyişir? Yaxşı, gəlin Fibonacci 1 kimi yaradım, yuxarıdakı nümunə kimi qalsın. Fibonacci 1 daxilinə int n göndərirəm. Düzmü? Fibonacci 1-in daxilinə n göndərirəm. İndi nə olur? Yenə if n-sini yazıram. N kiçik bərabərdirsə 1-dən return n. İndi burada neyini yazam? Yaddaşda saxlayacağam. Vektor n bərabərdir Fibonacci n-1 üstə gəlinsin Fibonacci n-2. Eyni şey işləyir yenə də. Amma bura bir dənə bizim if şərtimiz lazımdır ki, əgər vektorun n-ci elementi deyil bərabərdirsə -1-ə, çünki -1-lərlə dolur. Return vektor n. Okey, so. Baxın. Mən tutaq ki, Fibonacci 5-i hesablayanda, baxın burada nə hesablayırdım? Fibonacci 5 verəndə nə olur? Bərabərdir. Fibonacci 4 üstə gəlinsin Fibonacci 3. Düz. İndi Fibonacci 4-ü hesablayanda buradan. Bu olur Fibonacci 3 üstə gəl Fibonacci 2. Yəni Fibonacci 3'ü bir burada var idi. Fibonacci 3 olaraq. Bir də orada var təzədən. İkisini də ayrı-ayrı funksiya kimi hesablayacağam mı? Hesablayacağam. Amma nə edirəm? Fibonacci 3'ü birinci dəfə burada hesablayanda qiymətin yazıram vektora. Artıq buradakı Fibonacci 3'ün qiymətini hesablamama ehtiyacı yoxdur. Hazır olaraq əlimə gəlir, vektora yazmışam, axı bu yuxarıda hesablayanda. Məsələn, bax, ədədlər Fibonacci bir yerdən sonra təkrarlanır. Biz 2 götürürük və növbətinə keçəndə elə bil bunun birincisi, növbətinin ikincisi olur. Məsələn, 6-nın Fibonacci 5 üstəgəl Fibonacci 4'dür. 5'in Fibonacci 4 üstəgəl Fibonacci 3'dür. Yəni 6'da Fibonacci 4, həm 6'da var, həm 5'də var. Yəni Fibonacci 4'ün qiymətini hazır tutub yadda saxlasam 5 üçün hesablayanda, 6 üçün hesablayanda hazır qiymətini hesablaya bilərəm də. Bir də 4'ü hesablamaq üçün qayıdıb 3'ü, 2'ni, 1'i tapmalı deyiləm. Başa düşdünüz? Ona görə mən hesablayıram, vektor yazıram qiyməti. Yəni artıq əlimdə varsa hazır vektorda. Yəni yeni hesablama ərzində gedirəm vektordan götürürəm, gətirirəm. Yəni bu da təxmini, yəni bir dəfə hər Fibonacci hesablanır. Və bizim proqramda təxmini 2 dəfə daha sürətli işləyir. 2 dəfə yox, 1.7 dəfə falan. 1.7, 1.8 dəfə. Çünki bəzi funksiyalar mütləq bir dəfə hesablanır, obrusunda da bir dəfə hesablanır. n-1, bir də 0. Yenə də 2 dəfəyə qədər sürət fərqi eləyir. Hesablama baxımından. Bax bu. Hər qiymət üçün Fibonacci bir dəfə hesablanır. Ona görə də bunun mürəkkəbliyi olur ON. Çünki hər n üçün bir dəfə hesablama gedir. ON olur. Hərəsi üçün bir dəfə hesablama gedir deyə bunun mürəkkəbliyi 100% olur ON. Hər n üçün cəmi bir dəfə hesablama gedir. Ola bilməz. Səbəb? Ümumi funksiyanı ON deyirsən. Ümumi funksiya ON
Deyirsən ki, bu yaddaş deyil. Gözlə, bu deyil, bu deyil. Səhv yazdım, budur, bu. Bu ON-dir. Bu bizim ikinci Fibonacci-miz ON-dir. Bu Fibonacci-miz ON-dir. Niyə? Çünki bu Fibonacci-mizdə hər qiymət bir dəfə hesablanır. Və yaddaşa yazılır. Növbətdə bir yaddaşdan oxuyuruq. Yaddaşdan oxumaqda o 1-dir. Yəni yaddaşdan oxumağı bizi bir sürət fərqi eləmir. Amma burada ağac şəklində gedir bu. Hər dəfə qiymət 2 dəfə artır. Ona görə avtomatik bunun mürəkkəbliyi olur. O. Hər dəfə 2-nin qüvvəti qədər artır deyə mürəkkəbliyimiz olur 2 üstü n. Yəni bu çox kifayət qədər fərq deməkdir. Oyun kvadratdan belə böyüdü bu Fibonacci hesablama. 2 üstü n-lə gedir 0. 2 dəfə sürətli əslində az deyil. 2 dəfə sürəti az dedim əslində. Mən kiçik bir ədəd üçün fikirləşdim. Yəni kiçik 2 dəfə az demişəm. Yəni 20 deyib bəlkə. Bəlkə daha çox. 2 üstü n-dir. Niyə 2 üstü n-dir? Çünki hər dəfə 2 hesablama gedir. Yəni hər dəfə 2 artır. Ağac kimi baxsaq, bir dəfə 2 budaq ayrılır, 2 dənə olur. Sonra növbət dəfə bu da 2 ayrılır, bu da 2 ayrılır. Artıq olur 1, 2, 3, 4 dənə. Növbət dəfə 4 dənə 2 ayrılır, 8 dənə. Yəni 2-yə vura artır, onca 2 üstü n yazırıq. Digəri isə ON olur, çünki hər Fibonacci üçün bir dəfə düz əməli xətti əməliyyat yerinə yetirir, yaddaşa yazır. Artıq mən növbəti yaddaşdan oxuyuram, o yaddaşdan oxuma o 1-dir. O əməliyyatın yerinə yetirilməli də ON-dir. Ona görə ON olur. Dövr istifadə eləmir, çünki hərəsi üçün bir dəfə hesablayır. Dövrün içində arzularaq hesablanır. Ona görə ona ON deyirik. Bu da 2 dəfə artırdı, olur o 2 üstü n. Yəni görün bir dənə yaddaşda saxlamaq, yəni görün ki, nə qədər bizi. Biz usta desəz ki, burada yaddaşda saxlayırıq, yaddaş çox istifadə edəcəyik. Əksinə, burada daha çox yaddaş istifadə edirik. Çünki bir rekursiyanın içində 2 çağırırıq. 2 rekursiyanın içində 4, 4-ün içində 8. Yəni bu həm yaddaş baxımından, həm də zaman baxımından tamamilə əlverişsiz bir proqramdır. Ona görə ən yaxşı Fibonacci rekursiyası budur. Yəni baxın bizim də proqramımız olimpiyadada belə yazmışdıq, işləmirdi, 91% keçmişdi. Sonra götürdük, kodu belə dəyişdik. Və təbii ki də baxın hələ ON budur, o 2N budur. 2 üstü. Necə? Hə, yəni bu həll yox, bu həll təbii ki keçməli, amma bu yazdığımız həll təbii ki. Yəni anında da keçdi. Məsəl üçün Fibonacci-nin long-longa yerləşəcəyi səhv eləmirdimsə, yoxlayarıq indi. Fibonacci 93-ə qədər hesablayırdı. Yoxsa 93 partlayırdı artıq, 92-yə qədər hesablayırdı. Fibonacci 1-dir bu, hə anladı? Fibonacci 1-nə yoxlayacaq onsuz. Fibonacci 0 ümumiyyətlə partlayır, yəni biraz böyük ədəddə. Səhvimsə 93-ün qiymətini hesablayırdı Fibonacci 1. Onda 92-yə hesablayır, 93-də partlayırdı. Partlamaq nə olur? Belə ekrana nə qədər yazılır? Long daşır. Yoxsa necə Fibonacci 1.92. Long yazmamışam amma burada. Vektorum long, bu long ON-dən işləyir. Retrum vektor n. Məncə oradakı vektörsən mənfi birlərlə doldurmuşsan. Sıfırlarla doldurmuşsan. Yox, o qlobal elanlı baxır. Ümumiyyətcə dəyərləndirirsən. Default olaraq sıfırdan doldurmuşsan. Bu yaddaş vermək lazım. 0 yazsaq bura. Hans 1.90. Hə, okey. Buna ehtiyac yoxdur. Hə, mən burada vekini qaytarmamışam axı retron kimi. Burada bir də retron vekini qaytarmalıyam. Son. Okey. Retron veken bu nesə 90-dır. Veken deyil bərabərsə -1-ə. Retron veken. Veken bərabərdir Fibonacci -1 üstəgə Fibonacci -2. Okey, retron veken. Hələ -1 doldurmaq lazımdır vektor. Onda -1 doldurmaq üçün burada şey eləyək də.
Vektor nöqtə sin m plus 1 ölçüdə -1 dolduraq. Vektorumuz onda 90-dır. Okey, 93-ə baxaq. M bərabərdir 94. üçün hesablamalıydı məncə, yəni elə düşünürəm. Yəni mənim yerdə ondan sonra 10 proqram bitməlidir ramda olandan sonra. Ramda sekt olandan sonra bitməlidir. %93-də daşır da, çünki mən bunu yoxlamışdım bir dəfə. Tək yoxlamışdım, 93-də daşmışdı. Daşmalı olmuşdu. Bu Fibonacci 1-dir. Bizim sürətli Fibonacci-mizdir. Bu qədər zəif işləyir. Yəni, digər Fibonacci olsaydı, Peki 90'larda yönde evet aşağı oxo, oyun üçün 93 bax. Yəni, başqa nə olsun, əsayin eləmişəm də vektor 94. Yaxşı, belə yazaq. M plus 1 yazaq. Int n yazaq bura. Sin n yazaq. Burada n yazaq. Buraya qiymət verək 93. Hesablama gedir əslində. Yəni, baxa, burada nə səhv yazmamışıq. En kiçik elektron n qaytarsın, düzdür. Deyil, -1-ə, onda elektron vk qaytarsın. Bu da düzdür. n-1, n-2 hesablasın, elektron vk qaytarsın. Bu da tamamilə düzdür. Onda hesablama gecikdir. Baxaq bir dənə 60 üçün falan. Niyə bu qədər gec? Yaxşı, kiçik ədəd üçün hesablayırıq ki bunu. Nə bilim, 10 üçün. 8. Onu bayaq hesablamışdıq biz. 55. Bu düzdür. Bəs 20 üçün 6765. Bu da düzdür. Bəs o 30 üçün 30 üçün də hesablayır. Bəs 40 üçün 40 üçün də hesablayır. Bəs 50. Okey də, yəni zaman gec olur. Yəni proses gec bitir. Yəni önəmli deyil. Yəni təxmini yadda saxlayın ki, Long-Longun Fibonacci-ni tuta biləcək 93-dür, səhv eləmirəmsə. Araşdırıb baxmaq da olar. AI-dan falan soruşmaq da olar. Yəqin ki, o AI biləcək onu. Çünki o term öz... Necə? Okey, soruşun istəyirsə AI-dan ki, Long-Long tipində Fibonacci-ni sürətli, yəni yaddaşı yad saxlamaq üsulu ilə yazsaq, maksimum hansı ədədin Fibonacci hesab edilir. Yəni mən 93 xatırlayıram. Okey, belə. Bu arada biz dinamik proqramlaşdırma keçəndə, baxın bu yaddaşın saxla. Vektorun içində Fibonacci opsini çağırırsan. Optimizasiya olmuş. Ayda bir yazmalıyam bura, hə? Razıyam. Hə, mən adları səhv yazmışam, hə, 93.
90 partlayır. Bəs 92. Hə 92 işləyir. Hə görürsüz 90 durmuş. Bunu düz xatırlayıram. Düz xatırlayıram 90 durmuş. Hə burada səhv nə idi? Biz köhnə Fibonacci işlədirdik, yaxşı Fibonacci içində. Yəni qarışdırmışdıq. Bunun adı Fibonacci 1 idi. Hə, bu arada bu prosesi, yəni Fibonacci ümumiyyətlə eyni proses, rekursiya eyni prosesi icra edirsə həmişə. Yəni ən yaxşı üsulu yaddaşda saxlamaqdır rekursiyanın, faktorialda da həmçinin. Faktorialda yox, eyni iş görmür. Çünki orada bir dənə rekursiyadır, onsuz bir xəttdir. Rekursiya dalğalanan olanda, yəni budaqlara bölünəndə eyni işi görəndə hamısı yaddaşda saxlamaq ən yaxşısıdır. Yəni bunu dinamik proqramlaşmada da biz çox istifadə edəcəyik. Və rekursiyanın, yəni bu xassəsinə, yəni bu belə yaddaşda saxlamaq xassəsinə memorizasiya deyilir. Memorizasiya deyilir. Memorizasiya dinamik proqramlaşmanın kilit açarlarından biridir. Biz dinamik proqramlaşma keçəndə memorizasiyadan da orada istifadə edəcəyik. Yəni memorizasiya bu xassədir. Rekursiyanın yaddaşda saxlanmaq xassəsi memorizasiyadır. Əla. Bunu da dediksə, indi biz gəl keçək. Massivlərdə rekursiya var, sətirlərdə rekursiya. Massivlərdə rekursiyanı burada göstərdik. Məsəl üçün, massivdə rekursiya necə olur? Məsəl üçün, massivin cəminin rekursiya ilə tapılmağı, nə bilim, massivin maksimumun rekursiya ilə tapılmağı, sətri tərsinə çap eləməyi rekursiya ilə. Yəni, maraqlı belə kodlar var. Sətrin tərsinə çap olunması rekursiya ilə. Yaza bilərsən onu. Yəni, bu arada onları sizə task kimi göndərəcəm mən. Kodların yazıb atarsınız, baxacam. Sətri tərsinə çevirməyin rekursiya ilə yazılması, massivin cəminin, maksimumun tapılmağı, başqa yadıma gəlmir belə. Sonra ədədin palindrom olmağın rekursiya ilə yoxlamaq olur. Yəni çox maraqlı bir şeydir, yəni çox maraqlı kodları var. Yəni bunları mən indidən yazım sizə ümumiyyətlə WhatsApp-da qeyd edeyim, sonra çünki mənim yadımdan çıxır. Necə? Onu artıq siz qurmalısınız, fikirləşməlisiniz, necə mümkündür. Mən olduğum bilirəm, görmüşəm. Siz də yazın, yoxlayın. Əvvəldən sona, sondan əvvəl eyni yoxlayın. 1221. Yes. Yes. Baxın, mən sizə ümumiyyətlə WhatsApp-da yazıram burada task kimi. Massivin cəmi və maksimumun və sətrin tərsinin tapılmağı rekursiya ilə. Sətrin tapılmağı, tərsinin tapılmağı rekursiya ilə yazsaq, palindrom da zaten rahat yazmaq. Müqayisə edəcəksiniz bir-biri ilə. Tərsini də yazdım. Palindrom bir də. Palindrom Fritter'da var. Rekursiya ilə. Yox. Bir-bir evi yoxlayır. A'ya ilk hissədə verir. Mənimsədir. B'yə ikinci hissədə mənimsədir. Okey. Həmişə biz rekursiya ilə yazarıq da, biz daha belə fərqli yazırıq deyək. Həm də bu günə uyğun. Həm bunu keçdiyimiz dərsə. Rekursiyanın istifadə olunduğu yerlər, baxın. Ümumiyyətlə rekursiyanın məqsədi parçala və hökm sırdır. Yəni rekursiya parçala və hökm sır qaydası üzərində işləyir. Parçala və hökm sır bizim Fuad müəllim vardı, yəqin siz də tanıyırsınız. Onun ən çox istifadə elədiyi ifadədir. Fuad müəllim kiməsə dərs deyibsə, FM. Onlar biləcək parçala və hökm sır. Yəni rekursiya parçala və hökm sır məntiqi üzərində işləyir. Yəni böyük ədədi kiçik ədədlərə bölürük rekursiyanın daxilində. Yəni biz rekursiyadan merge sortda, binary searchdə,
Yəni ən çox binary search-də istifadə edirik rekursiyadan. Merge sortda çox istifadə edirik. Məsələn, onların proqramlarını sizə yaza bilərəm, amma biz keçməmişik videoları. Çətin olacaq təbii ki, yəni başa düşmək. Amma deyirəm, məsəl üçün merge sortda, binary search-də, sonra inversiyaların sayının tapılmağında rekursiyadan istifadə olunur. Zaten rekursiya özü bir inversiya prosesidir. Məsələn, Yalimpdə səhv eləmirəmsə bir məsələ var idi. Yalimp Basecamp. Səhv eləmirəmsə 1303-cü məsələ idi. Hə, keçən dəfə yazdığımız, baxın. Yəni yox, biz bunu yazdıq keçən dəfə həllin. Keçmədi burada. Mən dedim ki, bunu merge sort keçəndə istifadə edəcəyik. Baxın, burada merge sort var. Baxın, merge sortun daxilində də 2 dəfə merge sort istifadə eləmişəm. Baxın, bu rekursiya prosesidir. Görmürsən? Niyə? Baxın. İndi görünür. Baxın, bu merge sort bizim funksiyamızın adıdır. Bölüb sıralamaqdır. Baxın, burada 2 dəfə də mən merge sort yazmışam daxilində. Bir sağdan ortaya, ortadan sağa. Nəysə, bunu keçəndə soldan ortaya, ortadan sağa. Yəni, nəysə, bunu keçəndə onsuz biz biləcəyik, yəni. Amma baxın, məsələn, burada biz keçmək məsələn həllin burada şeylərində yazdıq, keçmədi. Çünki bura merge sort lazım idi, daha sürətli. Sonra biz onu burada Kənan, Fuadxan mən həll elədik bu məsələni. Yəni, onlar məlumatları var deyə biraz merge sortdan istifadə elədik. Və bu merge sort rekursiyadır. Yəni, bu gələcəkdə lazım olacaq bizə. Bunu keçəndə də. Əla, belə rekursiya nə vaxt lazımdır, nə vaxt bizə dövr lazımdır. Baxın, əgər sadə cəmdirsə, təkrar cəmdirsə və s. yəni sadə cəm əməliyyatlarıdırsa, yəni bunlarda rekursiya əvəzinə dövr istifadə etmək daha rahat olar. Çünki düzxətli əməliyyatlar. Ümumiyyətlə düzxətli əməliyyatlarda, yəni adi dövr yazmaq daha faydalı ola bilər bizə. Çünki rekursiya əlavə yaddaş da israf eləyir. Yəni düzxətli bir əməliyyatsa burada dövr istifadə etmək yaxşıdır. Çünki dövr yaddaş da tutmur o qədər böyük. Yəni içində maksimum nə qədər əməliyyat ola bilər də dövrün onsuz şeydir. Məsələn, massivi yarıya bölmək, yəni yarıya bölüb bir tərəfindən bir məqsəd üçün istifadə etmək, bir tərəfindən bir məqsəd üçün, ümumiyyətlə bir əməliyyatı bir neçə dəfə təkrar istifadə edəcəksə, məsələn, massivi yarıya bölmək, yəni yarıya bölüb bir tərəfində bir iş görmək, digər tərəfində eyni iş görmək, eyni əməliyyatlardır ikisi də. Yəni onu məsələn rekursiya. Yəni eyni əməliyyatın təkrar olunacağı prosesləri rekursiya yazır avtomatik biz. Yəni biz deməli eyni əməliyyatın təkrarının qarşısına almaq üçün funksiya demişdik. Rekursiya onsuz bir funksiyadır. Yəni daxilində özünü çağıran bir funksiyadır. Yəni əgər bir əməliyyat təkrar gedirsə özü daxilində, yəni bir prosesin içində bir əməliyyat təkrar gedirsə, yəni həmin əməliyyatı biz rekursivləşdirib, rekursiya prosesini qura bilərik biz orada. Məsələn üçün ağacların, qrafların gəzməyində rekursiyadan istifadə edə bilirik. Fibonacci faktorialda istifadə edirik. Amma Fibonacci faktorialda rekursiyaya çox vaxt üstünlük vermirlər. Yəni Fibonacci faktorialı vektorla dövr üsulu ilə hesablayırlar. Nəinki rekursiya həmçinin. Əsasən ümumi olaraq göstərirəm mən rekursiyanın Fibonacci faktorialısı. Bir də backtracking. Backtracking çox önəmli bir şeydir ISP üçün. Bütün mümkün halların yoxunu almağı var. Məsəl üçün bizə deyir ki, mümkün hallar, neçə mümkün hal var. Məsələn, bir prosesin o qədər məsələlər eləmişik ki, bax, o məsələlərin hamısının tapılma üsulları backtracking ilə gedir. Backtrackinglərində demək olar ki, hamısında biz rekursiyadan istifadə edirik. Və DPA da ilə deyirik əslində onu, amma əslində olan DP-nin daxilində də rekursiya işləyir çox vaxt. Rekursiyalaşdırır, DP də özünə müraciət edir hər dəfə. Rekursiya prosesi kimi məntiqi ilə gedir əslində, amma təbii ki, rekursiya deyil. Rekursiyada başqa nə var? Returnu unutmaq olmaz, baza halına yaxınlaşmağı nəzərdə tutmaq lazımdır, mütləq baza halına yaxınlaşma olmalıdır. Başqa baza halı mütləq yazmaq lazımdır, yəni elə bir rekursiya olmur ki, o da baza halı olmasın. Addım mütləq baza halına yaxınlaşmalıdır. Sonra rekursiyanın daxilində vektor ötürürsə, onu mütləq konstant kimi ötürmək lazımdır.
Çünki konstant kimi ötürməyəndə vektor da hər dəfə əlavə yaddaşa ayırır. Yəni konstant kimi ötürəndə dinamikləşir, standart olur, dəyişmir vektorun qiyməti. Demişdik də konstant olanda intə bir ədəd verəndə dəyişmir. Ünvan sabit qalır. Amma biz konstant verməyəndə vektorun da hər dəfə yaddaşın ünvanı dəyişir. Və ona görə avtomatik bizim proqramımız hər dəfə yeni vektor və bir tərəfdən rekursiya, yeni funksiya, bir tərəfdən yeni vektor, o problem ola bilər bizə. Sonra başqa rekursiyada var, int daşıması var. Bayaq gördüyümüz long-longla yazırıq, ona görə çoxları rekursiyaları burada. Bayaq van LL göstərdim sizə, o da yadda saxlamaq lazımdır bu mövzu ilə bağlı. Başqa, yəni rekursiya adi bir funksiyadır, heç bir xüsusi bir kompilyator parametri lazım deyil, bir kitabxana lazım deyil. Yəni adi elə bits yazırıq, yəni əlavə bir vektor və s. istifadə eləməsiniz, iOS ilə deyəsiniz, rekursiya işləyəcək. Rekursiyanın, ümumiyyətlə rekursiyanın yaddaşda funksiyanın stackda ayrılan təxmini ölçüsü 1 megabaytdır. Yəni nəzərə tutun ki, sizin rekursiya maksimum 1 megabayt həcmində yaddaş tuta bilər. Yəni başqa şeyləri nəzərə almasaq. Yəni 1 megabayt keçsə partlayır artıq proqram tərəfindən avtomatik olaraq. Yəni bunu nəzərdə tutun. Yəni bir çağırışımız yəni minimallaşdırmaq lazımdır. Yəni bir çağırışımızı eləmək lazımdır ki, bizim hər çağırışımızda minimal 1 megabayta çatmayacaq qədər minimal əməliyyatlar olsun. Ona görə rekursiyanı kifayət qədər sadələşdirmək lazımdır. Yəni əlavə bir şey yoxdur rekursiya ilə bağlı. Nə çətinliyiniz olsa mən sizə cheat sheet belə göndərə bilərəm rekursiya ilə bağlı. Qrupda yazarsınız, göndərərəm, yəni məlumat kimi. F tapşırıqların yazdım qrupa, amma əlavə də göndərəcəm. Təbii ki, bu saytlardan deyil, mən özüm yazacağım başqa tapşırıqlar xüsusi. Onları göndərəcəm, siz işləyəcəksiniz. Növbəti həftədən bizim LMS ümumiyyətlə hamı üçün istifadəyə veriləcək. Siz oradan ki, qeydiyyatdan keçəcəksiniz artıq. Mən tapşırıqları ora qeyd eləyəcəm, siz tapşırıqları işləyib həmin LMS-də submit eləyəcəksiniz. Ona uyğun sizə bal yazılacaq. Həmçinin davamiyyət nəzəri və s. orada. Sizin tamamladığımız kurslar, videolar və s. hamısını orada görəcəksiniz artıq. Yəni YouTube-da da olmayacaq. YouTube-da olacaq, amma yəndə orada da görəcəksiniz. Sizin davamiyyət və s. hər şeyi, imtahan, ev tapşırıqları, suallar, cavablar, müzakirə və s. hər şeyi onun üzərinə keçirdəcəyik avqustdan. Yəni növbəti həftənin birinci günündən sizin hesablarınızı mən göndərəcəm. Sizə ya da mən hesab yaradacağam sizin hamınız üçün. Hər bir üçün bir hesab. Username, passwordunuzu göndərəcəm, elə daxil olacaqsınız portala, LMS sisteminə. İndi onu dəqiqləşdirib gələcəm mən. Ola bilsin, mən sizin hamısını hesab yaratdım, xüsusi standart. Ona yaxında sizə şifrə və parolarınızı göndərdim, daxil olmaq üçün. Təbii ki, şifrənizi bir dəfəlik göndərəcəm, siz girib dəyişəcəksiniz orada. Belə başqa rekursiya ilə bağlı bir şey yoxdur. Mən düşünürəm ki, bu bizim C++ ilə bağlı keçəcəyimiz sonuncu mövzu idi. Bundan sonra biz artıq başlayacağıq full alqoritmlər üzərindən işləməyə. Yəni təkrar C++ işləyim, 5-ci gün məsələlər işləyəcəyik. Ümumiyyətlə bu həftə keçdiyimiz pair, rekursiya, əvvəlki həftələrdən sortda sıralama, functionlar və s. hamısı ilə bağlı. Növbəti həftədən alqoritmləri başlayacağıq və növbəti həftədən etibarən həftə sonları kontestlər olacaq. Bu həftə sonu yoxdur kontest. Növbəti həftədən eləmə sistemi istifadəyə verildikdən sonra ona əsasən də artıq heç bir şey belə davam edəcək. Kontest yarışmalar. Onlar onlayn da olar. Bu arada LMS-də siz kontestlərə qoşularkən siz ekran dəyişməyiniz və loqlama məntiqi ilə ekran dəyişmə müddəti, yəni ekrandan neçə dəqiqə kənar açmışsınız. Təbii ki, 3 saniyədən artıq olarsa siz avtomatik yarışda imkan şansını itirəcəksiniz və bir dəfədə ekrandan çıxıb geri qayıtmaq şansı var 3 saniyə ərzində. Yəni 3 saniyə ərzində mümkün qədər ya istifadə edə bilərsiniz. Kamera açıq şərtdə, kameralar açıq şəkildə imtahan. Bu da cheatingin qarşısını almaq üçündür. Belə. Bugünlük bu qədər mənim deyəcəyim. Sizin nəsə suallarınız varsa deyə bilərsiniz. Həmçinin MIT-də olan yoldaşlarımız da suallarınız varsa deyə bilərsiniz.
Yəni mənim deyəcəklərim bu qədər. Mən məsələləri işləyərsiniz. Əlavə lazım olsa mən də sizə göndərəcəm. Qrupda da suallarınızı verə bilərsiniz. Belə. Nəsə sualınız var sizin? Əla. Müddəki yoldaşlarında sual yoxdur. Sonda yekunlaşdıra bilərik biz. Düşünürəm. Sən də sağ ol oldu. Hamınız sağ olun, təşəkkürlər.